Saç salonlarında 20-30 manatlıq saç kraskasının yerinə adamın başına manat yarımlıq, ucuz, Optavoydan alınan kraskanı necə qoyurlar, mən indi sizə aydınlaşdırım. Mənim də xəbərim yox idi. Təzəlikcə öyrənmişəm. Bir saç ustası deyib mənə. Deməli, gedirik salona. Deyirik ki, gətir mənə kraskaları göstər. Gətirir, göstərir. Bu 15 manatdır, bu 20 manatdır, bu 30 manatdır. Biz də indi təbii cibimizə uyğun olaraq birini seçirik də. Seçdik lap 25 manatlığını seçdik. Deyirik ki, qoy bu kraskanı mənim başıma. Deməli, həmən anda neynirlər bunlar? Bəziləri fırıldaqçılar. Bahalı kraskanın yerinə ucuz kraskanı necə adamın başına sürtürlər? Götürür o qabı, nə bilim, deyir ki, içinə baxım üçün, nə bilim, nəsə tökürəm, vitamin tökürəm, neynirəm, köməkçisi ilə bərabər keçirlər o birisi tərəfə, o birisi otağa. Güya orada sənin saçın üçün kraska hazırlayırlar. Sənin də burada başın qarışır telefona, ona buna baxmağa. Gətirir sənin başına. Neyniyir? Ucuzvari kraskanı qoyur. Deməli, bizim o kraska verdiyimiz pul var ha, o 30 manatı qoyur cibinə, bizim başımıza gətirir 3 manatlı kraska qoyur. Kraskanın, bahalı kraskanın ancaq qutusunu göstərir bizə. Sonra biz gəlirik evə, 2 dəfə başımızı yuyuruq, kraskanın rəngi tökülür. İndi bunun qarşısını almaq üçün nə eləmək lazımdır? Getdiniz saçınıza kraska qoydurmağa. Deyin, ay qızım, ay bacı, elə mənim yanımda aç da o kraskanı, mən də baxım görüm deyinirsən. Elə ki, gördünüz ki, üzünün mimikası dəyişdi, sifət aldı. Bilin ki, aha, siz onun fırıldağının üstünü açdınız. Bax, bunu da təzə öyrənmişəm, paylaşdım sizinlə.